Selamünaleyküm. Növbəti maşınımız Kia Carnival. Müştərimizin narazılığı mühərriklə bağlı idi. 3000 periodu keçmirdi, mühərrik dartınırdı, ağır gedirdi. Diagnostika elədi. Diagnostika vasitəsilə Monpas datçikini aşıqa verdi. Monpas datçikini açdı və ortada olan mənzərə heç də yaxşı deyil. Yəni bu o deməkdir ki, mühərrikin kollektoru tutulub. Kollektor tutulduğuna görə oksigen düzgün çatıra bilmir və maşında boğuntular yaranır. İndi Allah'ın izniyle kollektoru sökədib, təmizlətdirib, inşallah quraşdıracaq. Kollektordan da əlavə altında sima var və simavarın trubkaları da təkildə söküləcək. Kia Carnival hal-hazırda kollektor söküldü, salsonka söküldü, kollektorun altındakı simavar söküldü və vəziyyət. Kollektorun trubkası. Gözlem simavarın trubkası. Kollektorun vəziyyəti. Gördüğünüz gibi bundan əlavə simavarı söktük. Tam simavarın vəziyyəti. Simavarın trubkası və zaslonka. Bunları hal-hazırda biz ideal vəziyyətdə yuyub təmizləyib, yenidən yığıb maşın üstünə quraşdıracağıq və nəticəni sizlə paylaşacağıq. Tam tərkib olaraq bütün hissə sökülüb, qapaqlarına qədər hamısı sökülüb, yuyulub, təmizlənib, üzərindən sınıf olunacaq.